Necə Sophie Loren'a baxıb heyran olmayım? Mən səhnədə sənətimi satıram. Aha. Bunun içində çoxlu nöqtələr gedəcək, mən onları səsləndirmirəm. Başa düşən başa düşsün. Mən özümə əks gedərəm. Mənə lazım idi belə geyinmək, mən belə geyinmişəm. Bunu sənətlə bazarın savaşıdır bu gün. Mən meyxananın çox tərəfdarıyam. Həqiqət riyakarlıqdan ibarətdir. Ömür boyu bizim ailə danışılıb, şou biznesin məni tənqid etməyə heç bir mənəvi haqqı yoxdur. Mənim qədər musiqi biliyinə sahib olsunlar, sonra məsələyə baxarıq. Dostlar, belə olmaz. Kiməsə SMS yazmaq bu xəyanətdirsə, bunu gəlin araşdıraq da, bu xəyanətdir axı. Nə qədər güclü qadın olsa da, ailənin başçısı kişidir. Məcburiyyətdən, vəziyyətdən bəli, Elizabeth getdi. Bəlkə də oğul olsaydı o gedərdi. Amma o başqa bir, o başqa talihdir, o başqa missiyadır. Hər vaxtınız xeyir, Real FM dinləyiciləri. İkinci mən layihəsində sizinlə mənəm, Mirçingiz Ağayev, Azərbaycanın xalq artisti Tünzalə xanım Ağayeva ilə möhtəşəm bir müzakirə edəcəyimizi düşünürəm. Tünzalə xanım, necəsiz? Yaxşıyam, yaxşıyam əzizim. Hər günümüzə şükür eləyirik. Sağlığımız yerində olanda, ayağımız möhkəm olanda, belə deyək, fizik sağlığımız, mənəvi sağlamlığımız, hər şey yerində olanda valla zamanca deyirdin ki, filan işim həyata keçsin, onda günüm yaxşı keçir. Yox, bugün olanımıza, reallığımıza şükür etməyə bacarmalıyıq. Ona görə də çox şükür bugün buradayam. Çingiz qarşı-qarşıya oturmuşuq və çox şükürlüyəm. Həmd olsun. Baş verən hər şeyə həmd olsun. Doğrudan da bir maraqlı bir əhval-ruhiyyə hiss elədim sizdə. Sanki daha xatircəm və daha rahat hiss elədim. Normalda da mı belədir, yoxsa bu nəyinsə nəticəsidir ortaya çıxır? Bəli, nəyinsə nəticəsidir, mütləq. Çünki iç əminlik, iç müdriklik yaşadıkca gəlir. 20 il bundan öncə Tünzalə burada olsaydı, başqa bir Tünzalə olardı. Baxmayaraq ki, mənə uşaqlıqdan həmişə ağıllı uşaq. Bu uşağın ağlı, zəkası üstündür deyiblər. Mən zəkalı bir olur bizdə hər ailədə bir uşağın ilkin yaşlarında deyirsən ki, bu uşaq necə ağıllı uşaqdır. Mən ünvanıma bunu eşitmişəm. Yəni deyəsən elə ağıl çox şükür mən heç vaxt tərk eləməyib. Balacalıqdan olub çox kiçik yaşlarda. O qədər kiçik, yəni 1 yaş 2 yaşdan gedir ha söhbət. Yəni 6-7 yaşından getmir söhbət. Elə 1 yaşımdan mən eşitmişəm ki, ağıllıyam. Ondan da qabaq artıq valideynlərim kəşf edib ki, musiqiyə çox həssasam, notlara həssasam. Laylay mənə uşaqlara laylay çalınanda normalda uşaq nə edir? O yuxuya gedir. Mən əksinə həyəcanlanmışam. Laylayın segah eşitdikcə, nə bilim şur üstündə, anam nə hansı muğam üstündə zümzümə eləyibsə, ona mən həssaslıqla belə yanaşmışam. Sanki frekans olaraq uyğunlaşmışsınız. Bəli. İlk eşitdiyim ümumiyyətlə böyük musiqi olub. Simfonik musiqiyə oturub. Mən 4-5 yaşında simfonik musiqi, kamera musiqisi, yəni kamerni orkestrin, yəni chamber orkestrin, məsəl üçün Füzuli kantatasını çox erkən yaşımda eşitmişəm. Koroğlu uvertürası, Leyli Məcnun uvertürasını çox erkən. Yəni bu boy 4 yaşında uşağa uvertüra dinlədərlərmi? Mən arzu eləyərdim ki, hər ailədə bu olsun, doğrudan. Və bu mənə çox böyük təsir göstərib. Mənim düşüncəmə də yəqin, mənəvi dünyama da, musiqi dünyama da. Mən bunu böyümüşəm və bugün həm o iç potensialım tam oturub, belə deyək də, o sizin məndən aldığınız o hava. Və təbii ki, təcrübə, yaş öz sözünü deyir. Yaş deyəndə amma elə də uzaq. Yəni 49 tamamdır. Bu böyük də yaş sayılmır. Yəni onu düşünürəm. Amma belə deyək, indi gələn il yarım əsr. 100 ildən danışarıqsa, yarım əsrimizi və buna sağlıq olsun, salamatlıq olsun. Allah nəsib eləsin hamıya uzun ömür, can sağlığı. Təcrübə nöqteyi nəzərdən özünüzü 50 yaşa çatmış, haqlamış bir müdrik qadın kimi seyirsiniz. Bəli, tamamilə. Ruh olaraq mən gəncəm, enerjiliyəm, tempim yüksəkdir. Yəni demirəm. Mən məsəl üçün 49-u niyə deyirəm? Bunu
böyük məmnuniyyətlə çəkirəm. Mənə deyirlər, Tünzalə xanım, eləməyin də belə yaşınızı niyə çəkirsiniz? Rəqəmini niyə söylürsüz? Deyirəm əksinə. Əksinə yaşı üstə yaş gəldikcə enerjimiz azalmasın, böyüsün. Ancaq bununla bağlı tənqid edənlər var. Məsələn, sadəcə siz yox, ümumiyyətlə bizim tanınmış və öz sözünü demiş müğənnilərimizin yaşı artdıqca dediyiniz o ruhən gənc qalmağını bağışlaya bilmirlər sanki. Niyə sən gənc qalmalısın? Qəribə reaksiyadır. Məncə burada araşdırmaq lazımdır. Bilirsiniz niyə? O danışanlar kimdir də? Yəni əgər həyatda özü belə deyək, qısqanc və kompleksli insan qıcıq olursa, onu başa düşmək olur. Səbəb insan öz halıdır da, real halıdır. Amma uğurlu insan məncə ona qıcıq olmamalıdır. Mən məsəl üçün əksinə 60 yaşında 65-lərə, 70-lərə mən necə Sophie Loren'a baxıb heyran olmayım? Qadının ciddi yaşı var. Necə mən Ajda Pekkan'a baxım, heyran olmayım? Qadınlar sübut eləyir ki, və yaxud çox belə nümunələrimiz var da, müxtəlif ölkələrdə müxtəlif sahələrin nümunələri var ki, insanlar bəlli yaşına gəlib və hələ də o enerjidədir, o iddiadadır. Düzdür, siz hər yaşın da o gözəlliyi var sözü də çox gözəl bir sözdür. Çox da müdrik sözdür. Hər yaşın gözəlliyi var, hər yaşın gözəl, siz onu doğrudan da sunmağı da bacarmaq lazımdır. Yaşa yaraşan, yaşın gözəlliyini göstərə biləcək o həyat tərzin, bəli, o ətrafın, özün, davranışların, musiqin, səhnə performansı, söhbət indi mənim kimi bir artistdən gedirsə söhbət. Eləcə də Sophie Loren oradan gələndə bir gözəllik gəlir. Bir güc, bir xarakter. Məncə bizim gözəlliyimiz burada vizual bir gözəllikdən getmir söhbət. Paltarımın rəngindən, makiyajımdan getmir söhbət. Xarakterin gözəlliyi ortaya çıxır. Yəni mən nədən zövq alıram? Uğur nə deməkdir? Uğurun arxasında xarakter var. Uğurun arxasında bir xarakter, bir iradə, bir şəxsiyyət durur. Şəxsiyyət dediyimizin içində də şəxsiyyət kimdir? İradəsi, xarakteri var. Sözünün sahibidir, özünün sahibidir. Biz bu gözəlliyi görüb zövq alırıq. Güclü insan oradan zövq alır. Güclü insan bu köynəyin rəngin, hər şey də üst-üstə gəlir. Sadəcə bir balaca burada bir məsələ də var ki, məşhur insanlar, o cümlədən də xalq artistlərimiz, ümumiyyətlə müğənnilərimiz olsun və yaxud da aktyorlarımız olsun, onlar eyni zamanda vücudu ilə, yəni geyimi ilə diqqətə layiq olmalıdır ki, izləyicilər baxıraq, düzdürmü? Məsələn, bir müğənni və yaxud da bir xalq artisti olsun, ümumiyyətlə, yəni xalq artisti deyəndə sadəcə müğənniləri nəzərə tutmuram, çıxır tamaşaya və möhtəşəm bir obraz canlandırır. Aydın məsələdir ki, əgər orada bu insan bir əsiri canlandırırsa, ona uyğun geyinir avtomatik olaraq və yaxud da bir nə bilim, obrazına uyğun davranır. Siyasətçini canlandırırsa, bu baxımdan yəni müğənninin və yaxud da aktyorun yaratdığı obraz daha genişdir, daha çox şaxəlidir və bunun universal olmasında qeyri-adi bir şey yoxdur. Onun peşəsinin gərəyidir. Yəni peşəsinin gərəyi. Bilirsiniz, burada niyyət məsələsi var. Baxanın da niyyəti söhbəti var. O obrazı ifadə edən də niyyəti. Niyyət nədir? Mən həmişə deyirəm ki, mən səhnədə sənətimi satıram. Bunun içində çoxlu nöqtələr gedəcək. Mən onları səsləndirmirəm. Mən sadəcə deyirəm, başa düşsün. Səhnədə sənət satılır. Sənət təqdim olunur, sənət satılır. Və çoxlu mənim susmağımın arxasında çox söz var. Onu başa düşəcək. Budur. Yəni mənim niyyətim gözəl sənət göstərmək, gözəl sənət təqdim etmək, o sənəti qəbul edəcək, etməyən. Yəni bu seçmək məsələsidir. Tərcih məsələsidir daha çox. Özümə hədsiz əminəm. Mən rahatam. Mən həmişə bir dediyim söz var. Günün sonunda başımı deyir ən gözəl yastıq vicdan rahatlığıdır. Mən başımı yastığa rahat qoya bilirəm. Bir iki vacib səbəblər var. Onların biri mən Azərbaycan musiqisinə, muğamlarına, ladlarına, nəzəriyyəsinə, Üzeyir bəyin qoyduğu yola xəyanət etmirəm. Mən Azərbaycan musiqisinin qaydalarına, onun bəlli bir gözdə görünməz amma hiss ediləcək konstitusiyası var. Musiqinin bir kuralları var. Musiqi adət-ənənə deyiriksə, biz tradisiyadan danışırıqsa, Azərbaycan klassik musiqisi, Azərbaycan ladları, qədim aşıq musiqimiz, onun bir xarakteri var. Mən o xarakterə, mən o yola
onun məktəbini keçmişəmsə, mən özümü ona mənəvi borclu bilirəm. Üzeyir bəy mənim şəxsi müəllimim deyil. Biz ayrı-ayrı dövrlərin insanlarıyıq, amma Üzeyir bəy mənim minlərlə Azərbaycanlı musiqiçinin müəllimi sayılır. Azərbaycan musiqisinin banisi deyirik biz o böyük şəxsiyyətə. Ona görə də mən onun o Azərbaycan musiqisini o necə tənzimləyib, təmizləyib və bizə təqdim eləyib, bizə miras qoyubdur. Mən ona xəyanət edə bilmərəm. Mən ona görə də rahat uyuram. Çünki mən musiqiçi olaraq yəni mən özümə əks gedərəm. Yəni mənə lazım idi belə geyinmək, mən belə geyinmişəm. Bunun savaşını, nə bilim, tənqid də alaram, almışam da və s. Bu məni çox ciddi nə mənada, yəni həyatımı dəyişəcək narahatlığı vermir. Amma mən bir nota xəyanət edərəmsə, bir ədəbiyyata xəyanət edirəm. Bax o məni incidər. Yəni mənim belə deyək də qalstukumun, aksesuarımın bunun harasa baxması və çox məişət detallar məni o qədər də belə mənim üçün faciəvi bir dəyişiklikdir. Okey də. Və sizcə bu ara mahnıları və ara müğənnilərinin fəaliyyəti, dediyiniz o Üzeyir Hacıbəylinin ladlarına, notlarına, onun yaratdığı qoyduğu nəzəriyyə, bəli, bizə xəyanət eləyirmi? Yaxud da eləyirsə bu xəyanətdə sadəcə onlar mı günahkardır, yoxsa həm də onların dinləyiciləri? Çünki ortada milyonlarla dinləyicilər var və onlar da deyirlər ki, bəli, mənim zövqüm belədir, hətta ifadə də var, zövqlər müzakirə olunmur. Bəli, zövqlər müzakirə olunmur. Ona görə də konservatoriya yaranır. Ona görə də musiqi nəzəriyyəsi yazılıb. Üzeyir bəyin başqa işi gücü yox idi. Çox biraz bayağı danışacağam ki, bu şəxsiyyət həyatını bu işə, bu böyük missiya həsr eləyib də. Hər insanlar, yəni başda şəhidlər vətən üçün özünü fəda edirsə, bu insanın tərcihidir də. Bilirsiniz necə deyim sizə? Elə eşqlər, elə dəyərlər, ilahi dəyərlər var ki, orada seçmirlər, orada özünü fəda edirlər. O fədakarlıq, o cəsarət, o igidlik. İgidlik ön cəbhədə də var. İgidlik hər bir insanın həyatında iclənilə bilər. Yəni cavan bir 18 yaşında Azərbaycanlı bir oğul, bir ananın oğlu dedi ki, vətənə mən lazımam. Mən gedib ön cəbhədə savaşacağam və bu şəhidlik zirvəsinə ucalır. Bu onun etdiyi ən ali fədakarlıqdır ki, o bizə böyük dərsdir. Üzeyir bəy öz həyatını başqa bir işə həsr edə bilərdi, düzdür. Onun seçimi var idi. Mütləq ki, həyatında təkcə musiqi yoxdur, amma öz həyatını nəyə həsr eləyir? Gələcək nəsli düşünür. Bu ölkəyə, bu millətə konservatoriya, təhsilli musiqi lazımdır ki, insanların zövqü, musiqi zövqü daha gözəl, bəli, formalaşsın. Bunu belə deyək, sadə sözlə deyək, vecinə alan vecinə alır, vecinə almayan vecinə almır. Bir də digər insanlar var ki, onlar da bu musiqini korlamaq üçün canından keçir, fədakarlıq edirlər. Qlobal bir savaşdır. Nəyin savaşıdır? Bu bir qəribə bir prosesdən keçirik, bir filtrasiyadır. Üzeyir bəy nəzəriyyəni məsələ bu üçün yaradır. Konservatoriya və uçilişlər, musiqi məktəbləri, metodika, ümumiyyətlə bizi bir sahədə, ümumiyyətlə hər sahə belədir. Savad çox önəmlidir. Oxumaq çox önəmlidir. Onda yer üzünə niyə bu kitab, söz, qələm verilibdir? Elə insanlar elə belə deyək də meşədə yaşayardılar və bugünkü yaşamımız yox. Bir qəribə bir başqa bir həyat tərzi olardı da ağlımıza gəlməyən və bəlkə də qəbul etməyəcəm. Amma bizi bugün formalaşdıran dediyimiz xarakter, mövqe, bugün Çingiz, Tünzalə, bugün Real TV. Burada hər bir fərd, cəmiyyətdə hər bir fərd bəlli bir məktəb keçib bu işi görür, düzdür? Məktəb iki cür olur. Mənim həyatda bir müəllimim olar, gedərəm onun evində oturub o dərsi öyrənərəm. Mənim valideynim o müəllim kimi mənim həyatımda rol oynaya bilər və yaxud filan məktəbdə, filan uçilişdə, filan konservatoriyada filan müəllim məni yetişdirib deyə bizim hər birimizin özümüzə görə bir hekayəmiz var. Ancaq baxın, bu bayağı insanlarla savaşmaq üçün də sizin kimi peşəkar və öz işini bilən müğənnilərin, o cümlədən də ümumiyyətlə, yəni sadəcə bu insanın ariya oxuması vacib deyil, yaxud da ki, səs oktavasının çox yüksək olması lazım deyil. İşini peşəkar bilənlərin bu insanların qabağına dayanıb dur deməsi lazım deyilmi? Dur olmur. Bu bir savaşdır. Ən azından sözlə. Üzeyir bəyin dönəmində də, Üzeyir bəy, yəni onu tez-tez misal gətirəcəm. Çünki o mənim üçün zirvədir. O mənim üçün ən onun həyatı, onun ümumiyyətlə musiqidən də başqa bir çox sferalarda mükəmməl bir şəxsiyyət olması Azərbaycana məlumdur. O
O Leyli Məcnun operasının məşqlərində hansısa musiqiçi, məsəl üçün bir Tarzən gözləyir, çünki o muğamlara Şərqin ilk operasını, muğama istinadən operasını yazıb və təbii ki, ona milli alətlər çox vacib idi. Məşqlərdə o musiqiçiləri səbirlə saatlarla gözləyirdi. Musiqiçilər dedi: "Ağa, ay Üzeyir ağa, mənim kinoda da hətta Bəli, filmində də var. Bəli, filmdə o tam da o kadr çox da gözəl ifadə olunur ki, mən də filan bəyin toyunda idim. Adam pulunun, qazancını, onu da qınamaq olmur. O deyir, mən uşağıma çörək. Üzeyir bəy hələ o gücdə, yəni kinoda belə kaş onun ürəyindən keçərdi ki, heç kim ac qalmasın, amma bu gün orada nəyin savaşı göstərilir? Maddiyyat bəzən peşəkarlıqdan önə çıxır. Savadın, məktəbin bir bazarla, mən bu yaxından intervyum oldu, dedim sənət sənətdir. Əgər mən sırf bazarı qazanmağı məqsəd götürürəmsə, orada sənətdən danışmaq yalandır da, olmur. Yəni bu adamlar sadəcə pul qazanmaq. Sənətlə bazarın savaşıdır bu gün. Və bu gün o belə dediyimiz niyə Tünzalənin təkcə gücü çatmaz onu durdurmağa. O siz dediyiniz o bayağı musiqi deyin. Bayağı musiqi nə deməkdir? Onun o sözün canında qeyri-savad, yəni savadlı deyil. Savadlı deyil də oturub evdə lay la lay 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 la lay lay. Mən şərt olaraq. Hə, məsəl üçün İto mənim indiki melodiyam daha qəşəng alındı. Mən bayağı yazıram. Bayağının səbəbi bir dənə dostlar, bayağının bir səbəbi var. Mən hətta çox oturub belə eksperiment eləmək istəmişəm Çingiz. O mahnıları uzaqdan belə dinləyib demişəm ki, bu nətərdir? Bu fenomeni mən araşdırmaq istəyirəm ki, bu nətər alınır? Mətbəxdə hər şey gəlir, yemək bişirilən yerdə. Olar yemək. Agatha Christie siz bilirsiniz öz kitablarını. Kitab yumağa nifrət edib deyə o məsəl yaz. Yəni burada heç nə biz ayıra bilmirik. Bu bir böyük bir qlobal bir prosesdir. Necə deyim, bu həm çətindir bu suala cavab vermək, həm də ki asandır. Asan o deməkdir ki, mənim dünyamda bayağı nə deməkdir? Bu məktəbi keçməyib. Bu müəllim görməyib. Məsələn, bu meyxananı bura aid eləyə bilərəm mən? Bayağılığa. Yox, bilsiz necə? Onda gəlin qədimlərə gedək, bütün milləti qınayaq ki, o vaxt konservatoriya yox idi. Bu dəqiqə real Azərbaycanda insanların ən çox dinlədiyi mahnı kateqoriyaları lazımdır. Mənim əzizim, 1000 il bundan öncə konservatoriyada olmayıb, Üzeyir bəy də olmayıb, heç kim olmayıb da 1000 ilin öz insanları olub, orada uçilişi olmayıb. Onda bizim o insanların üstünə xətt çəkə bilmərik. Burada yəni meyxana da çox uzun bir keçmişə sahibdir. Bəli, mən meyxananın çox tərəfdarıyam. Meyxana əgər ədəbiyyata söykənirsə, əlağa vahidləri öndə. Məsəl üçün dilin, ana dilinin o axıcılığını, o ritmini, o qafiyələrini və içində bax bayaq dediyim sözə gəl, niyyət. Adamın niyyəti var. Vaşinqtonda da adam küçədən gedirsən, görürsən ki, rap oxuyur. İçinə baxan deyirsən, ay Allah, mən bunu eşitməyim. Kəş mən bunu. Çünki içinə çox üzr istəyirəm, söyür. Yəni meyxananın içində bir mətnin içində təhqir, mətnin içində dəyərləri aşağılamaq varsa, o mətin ola bilməz və musiqinin içində də bu varsa, bilirsiniz, gəlin doğrudan da mən arzulayardım ki, dayansın. Azərbaycan mahnı aranjmanlarının içinə musiqi kulturu kimi kimlərsə aşılayıb Hint ritmləri girməsin. Nə bilim, biz olar dünya mədəniyyətindən mən də istifadə eləyirəm. Baxın, bu çox önəmli, həssas məsələdir, amma bu çox da xalqa deyiləcək məsələ deyil. Bu sırf o peşənin içində olan aranjmanlar, musiqi prodüserlər, bəstəkarlara deyiləcək sözdür buradan Tünzalə Ağayevanın müraciəti onunla ola bilər ki, Azərbaycan musiqisini və ritmlərini, ladlarını öndə tutun. Mən də baxıram, qulaq asıram Amerikaya, qulaq asıram Avropa musiqisinə, qulaq asıram Afrika musiqisinə. Adamlar qangster tərzini daha peşkar hesab edir, nəinki yerli mahnılar. Yapon musiqisinə də, Çin musiqisinə, hamısına qulaq asmaq lazımdır, dünyanı tanımaq lazımdır. Amma orada elə bir kıvam var ki, o da nəyə gətirib çıxardır? Savada. Savadın yoxdursa, bu bayağı olacaq. Deməli, bəzi şeylər zövq məsələsi deyil. Yox, birbaşa kurallar, birbaşa məktəbdir. Bu və ya digər mövzularda çıxış eləyəndə bəzən
çox sərt və ya da iddialı çıxışlar edirsiniz və sadəcə musiqi ilə bağlı, sadəcə meyxana ilə bağlı və ya da geyiminizlə bağlı gələn iradlar və s. bu mövzularla bağlı ümumiyyətlə ictimaiyyəti maraqlandıran istənilən mövzuda çıxış edəndə bu bir çox hallarda gündəmə səbəb olur. Məsələn, insanların ailə həyatı ola bilər ki, məsələn, xəyanətlə bağlı bir dəfə açıqlama vermişik, səhv eləmirəmsə, kişinin bir dəfə elədiyi xəyanət sayılmamalıdır və ya da başqa bir qadının yanına gedib gəlibsə bu müzakirə olmamalıdır. O biraz orada yozulur ha, yozulur. Başlığı belə çıxarmışlar. Məşhurluğun başının bəlası da budur ki, deyilən söz 100 dənə seriya yozulur, serial başlayır. Bəli, hər sayt başqa cür yazır. Sən kənardan qulaq asırsan ki, əsl bu deyil də. Yəni mən istəyərdim ki, o video, o intervyunun montajında oturan insanlar da biraz vicdanlı və savadlı olsunlar ki, Tolstoy deyir, doğrudan da elmdə, ümumiyyətlə böyük Lev Tolstoy və digər böyüklər, ədiblər, ziyalılar hər zaman deyib ki, doğrudan da insanın savadlı olmağı, o montajörün də savadlı olmağı çox vacibdir də. Bəzi hallarda o montajörün yanında qəşəng bir rejissor oturur və o rejissor ona diktə edir, montaj rejissoru. Ki, bunu filan yerdən kəs, qoy maraqlı baxılsın. Baxın, gəlin indi belə niyyətə gəldik. Einstein atom hissəciklərini ortaya çıxardanda onun niyyəti bu müharibələr deyildi ki. Təbii ki, yox, təbii ki. Onun niyyəti başqa idi. Bəli. Yəni montajörün də, onun başının üstə duran super Hollywoodda təhsil almış rejissorun da burada gələn görürsüz hər şey nisbətdir. Savad, vicdan. Baxın bir alimdə. O zaman həmin fikirləri təhrif eləmişlər. Əslində belə deyil. Yəni. Mən çox vaxt şahid oluram ki, deyilən cümlələr olduğu kimi getmir. Və bizdə ki, nə yazıq ki, buna cavabdeh olan belə deyək, proseslər olmur da. İnternetdə və s. Yəni hər şey gəlir nəyə dayanır? Savadlı olmaq və vicdanlı olmaq. Baxın, vicdanlı. Mən hər bir yazdığım mahnıya savadımdan başqa vicdanla yanaşıram. Mən düşünürəm ki, bunu kim mənim zövqümü, mənim ruhumu oxşuyursa, deməli 15 yaşında gənc, balaca uşağın da, böyük yaşda insanın da bu mahnı yəni ruhuna xoş gəlməlidir. Ən azı onun zövqünü zəhərləməməlidir, qulağını kirlətməməlidir. O mahnıdan neqativ gəlməməlidir. Onun gününə işıq gətirməli. Sənət işıq üçündür. Sənət işıq verən bir gücdür. Sənət bir günəşdir. Sənət sizin gününüzü işıqlandırmalıdır. Burada bir haşiyə çıxmaq istəyirəm. Birdən ağlıma gəldi. Məsələn, siz burada çıxış eləyirsiniz, müəyyən fikirləriniz var. Yəqin ki, dost çevrəsində də bunlar barədə müzakirələr aparırsınız. Məsələn, elə bir müğənni, elə şəxslər varmı ki, normalda sizin bütün o mövqelərinizə nifrət edirlər? Bütün o fikirlərinizə. Amma gəlib hər dəfə sizi qəşəng qucaqlayırlar ki, "A bacı, Allah səni qorusun. Biz ailəlikən sizi dinləyirik" filan. Yəqin olur da bu çevrədə bir yerdə duet oxuya bilərikmi həmkarlardan? 100%. Siz də qucaqlayırsınız ki, bəs gəl evdə qəşəng aş dəmləmişəm paxlalı. Mən heç kimi demədim. Show biznesin təməli riyakarlıqdır. Siz nə danışırsınız? Biz hamımız bilirik ki, içimizdə bir-birimizə qarşı nəyik. Çox böyük rəğbət bəslədiyim əlbəttə ki, sənət həmkarlarım var. Ola bilməz biraz yanlış çıxar ki, Tünzalə oturub burada, Akası Tünzalə hamıya nifrət edir. Yalandan gülür, yox olmasın elə. Amma bu həqiqət dəyişmir. Bu həqiqəti dəyişmir. Həqiqət riyakarlıqdan ibarətdir. Ona görə də mən həmişə deyirəm ki, mən bir ayağımdan show biznesdəyəm. Mən sənət adamıyam Çingiz, mən musiqinin adamıyam. Okey, reyting, gündəm, ağzımdan çıxan kəlmə gündəm olur. Bu da yəqin ki, mənim xarakterimdən və dediyim sözlərin iti olmasından irəli gəlir. Məni elə böyütməyiblər də belə sığallayaraq. Mənim müəllimlərim sərt, valideynlərim sərt, mövqeyin sərt, sözün arxasında duracaqsan. Mən sözümün üstünə həmişə durmuşam. Çox şükür, Allah heç kimi utandırmasın, heç kimi arzulamıram. Mən buradan, nə bilim, ayırmıram heç kimi, məni sevənlər, sevməyənlər. Hamınızı birdən nifrət. Yox, əksinə mən heç kimə üzü utancaqlı gəzəcək bir halı arzulamıram. Allah hamının üzünü ağ eləsin. Nəyə görə deyirəm ki, o necə deyim, insan doğrudan da sözünün sahibi olmalıdır. Haqqımda bəlkə də müxtəlif mövqelər görürsən, ya yorumlar və s. elə onu da biraz xatırladın. Amma fikrim qaçdı Çingiz. Mən hətta Zarafat bir yana layihəsində belə sual qismində, daha doğrusu sual verən qismində gələn insanların bəzilərinin öyrədilmiş formada orada çıxış elədiyini bilirəm.
Yəni ona görə mənə Bu maraqlı. gülməlidir axı. Biri var ki, bu birbaşa aparıcı tərəfindən sizə verilən bir sual olsun. Məsələn, mən açıq formada sual verirəm. Hansı sualı niyə verirəm? Amma bax sənə sual verəcəm. Sən içdən hörmət etdiyin sənətkar, içdən. Bəli. Sən onu heç görmürsən, nə vaxt görəcəksən hələ bilinmir. Biri gəlib sənin yanında onun haqqında hörmətsiz danışır. Sənin reaksiyan nə olacaq? Oturub onu dinləyəcəksən. Mən müdafiə eləmişəm. Bax, bu da sənin böyüklüyündür. Onu məni etsən, müdafiə etməmsən bilmirəm. Mənim haqqımda sənin verişində söhbət olub olmayıb bilmirəm. O mənə sözün yaxşı mənasında maraqlı deyil. Mənə maraqlı olan sənin bir mövqedə olmandır. Ya deyirsən ki, gəlin bu söhbət iki mövqedən deyə bilərsən də. Təbii ki. Hörmətdən deyə bilərsən ki, bu söhbət dayansın ya da ki, istəmirsən sən əsl münasibətin üzə çıxsın, deyirsən ki, dayandırın. Mən şəxsən mənə verilən suallar, intervyularda cürbəcür suallar verirlər. İntervyu alırlar. Görürəm ki, bu söhbətin bu ağac əyri bitəcək. Deyirəm dayandıraq. Hə onu deyirəm ki, indiyə kimi görmüsən ki, mən kiminsə şəxsən ünvanına nəsə söz deyim. Mənə maraqlı deyil bu reyting. Artıq 20 dəqiqə civarında ki danışırıq, hələ ki deyilməyib. 20 dəqiqə nədir? 25 ildir mən bunu eləmirəm. Yəni mənim bu dəqiqədən etibarən xalqın gördüyü 25 ili. Tünzalə ümumiyyətlə bizdə evdə qeybət nədir biz başa düşmürük. Kimisə dalınca danışmır. Ömür boyu bizim ailə danışılıb. Biz heç vaxt heç kimin müzakirəsini aparmamışıq. Hə, qızım, oğlum səhvləri danışa bilərik. Bu ailədir də. Ailə içi söhbətlər olmalıdır. Hamı bir-birinin yalanını, başını sığal çəkə bilməz. Səhvlər deyilməlidir. Xalqın içində də, verilişdə də tənqid olunmalıdır. Gəlin mediamızda, sənətdə, səhnədə, kinomuzda, nə bilim, çox sferalarda baş verən bizə millət olaraq mənəviyyatımıza, dəyərlərimizə ziyan gətirən şeyləri müzakirə etməliyik. Burada yadıma düşdü. Yadıma gəlir harasa bir 2 il ya 1 il yarım bundan əvvəl Küncbucaq proyektində, o layihədə bizim müxtəlif qonaqlarımız olurdu, həm də müğənnilər var idi ki, onlar da bəli sizinlə bağlı tənqidi fikirlər səsləndirirdilər ki, həmin fikirlərə mənə dair sual olmadığına görə cavab vermək kimi lüksüm də yox idi. Sadəcə bu pası ötürürdüm gələcəkdə Tünzalə xanımdan alacağımız müsahibəyə ki, bəs onun fikrini öyrənirik bununla bağlı. Təəssüf ki, mən həmin layihədə olduğum ərəflərdə müsahibəmiz alınmadı, yoxsa mənim bir xeyli siyahım var idi hətta orada. Ki, mənim anamın yaxşı bir sözü var. Cavablandıraq. Mənim anamın yaxşı bir sözü var. Deyir, sən bilirsən kimin xoşuna gəlmirsən sən. Çox da belə mənim anam hədsiz ədalətli, özü filoloqdur və mən onun mənə evladı kimi yox, bir peşəkar mövqeyi kimi, bir vətəndaş mövqeyi kimi, o da mənim bir tamaşaçımdır. O da mənim bir izləyicimdir və məni dinləyir və mən bütün fikirlərimi filan bəzən çox da qəşəng də belə tənqid eləyir. Ha, nəyi var? Tənqidçimdir. Ən gözəl tənqidçilərimdən biridir. Biz ana və evlad kimi də söhbət eləyirik ki, peşəkar kimi də. O mənə bir dənə söz dedi. Dedi ki, sən kimin xoşuna gəlmirsən bilirsən, işini səndən az bilənlərin. Bu da bunların cavabı. Yəni o tənqid sözünün də bir arxasında durmaq lazımdır. Təbii. Qoy məni məndən çox bilən gəlsin tənqid eləsin. Show biznesin məni tənqid etməyə heç bir mənəvi haqqı yoxdur. 6 yaşından mənim qədər musiqi biliyinə sahib olsunlar. Sonra məsələyə baxarıq. Dostlar, belə olmaz. Bunu ümumiləşdirilmiş bir cavab hesab eləyə bilərik. Yəni mən cavab deməyəm, bu mənim ömürlük mövqeyimdir. Bu hardasa nəsə hadisə oldu, mən ona reaksiya verdiyim kimi deyil. Bu mənim artıq necə deyim, musiqiçi kimi tam haqqımdır deməyə və əzəldən də belə olub. Mən yaxşı müəllimlərin yaxşı yetişdirdiyi tələbəyəm. Yaxşı yetişdirdiyi musiqiçiyəm. Tələbə sözündən ona görə xoşum gəlir ki, mən öyrənməyi sevirəm. Mən dedikodunu yox. Tələb sözü ilə özləşir və tələb eləməyə məsələsi var. Öpürəm səni. Mən bu tələb yəni birinci kimdən tələb eləyirəm? Sual ver. Ən birinci kimdən tələb eləyirəm səncə mən həyatda? Özünüzdən? Yoxsa valideyninizdən? Bax, sən ağıllı oğlan olduğumu bilirdim. İnşallah artıq sən məndən cavabları da. Yəni bu saat 1 saatdan sonra səndən soruşsalar Tünzalə Ağayeva, sən məncə tam da düzgün mənim bir necə deyim, obrazımı çəkərsən. Bəli, xarakteristik olaraq belə izah edə bilərəm. Bizi yaş fərqləndirir, amma çox şükür biz eyni dalğada insanlarıq. Yenə deyirəm ki, mən deməyi də sevməyən adamam, amma mənim professional eqom yerindədir. Ona söz demək asan bir şey deyil. Mən argument istəyirəm. O
tənqidlər, o nə bilim nələr, arqumentlərlə, nə arqument, nə ola bilər? Hə mənim sumkamdan kimisə xoşu gəlməyə bilər, saçımdan da, xarakterimdən də. Amma deyim ki, son dövrlər üslubunuzdakı belə deyim, qeyri-adi dəyişikliklər və yaxud da gündəmi zəbt edən fotosessiyalardan sonra hətta sonucu deyirsən gotik tərzdə idi. Paylaşılmışdı. Gotika gözəldir, sevirəm gotik. gotika. Bu daha çox qədim kilsə üslubu ilə də özləşdirilir və biraz da paqan üslubu ilə də birləşdirilir. Çox möhtəşəm bir üslub əslində. Yəni bununla və digər üslublarla birlikdə artıq insanlar Lady Gaga haqqında necə düşünürdülərsə, ya da Elza xanım haqqında necə düşünürdülərsə, artıq bir müddətdə artıq bir neçə ildir ki, sizin barənizdə də belə düşünürlər ki, o daha fərqli nələr eləyir. Fərqli sözü gözəldir, qoy fərqli olsun. Mən həmişə biz Yalçınla hər hansı bir söhbətlər olanda deyir o məşhur bir ifadə var. Deyir sən dollar deyirsən ki, hamı səni çox istəsin. Önəmli olan sənin var olmandır. Bax hamı, yəni bəlli bir cəmiyyət, show biznes olsun və s. və axır sənin var olmanı inkar edə bilmirlər. Hə, sevməyə bilər. Amma mən də sevmədiyim bir şeylər var. Bir kəs ola bilər ki, amma göz önündə də inkar eləmək mümkün deyil. Məsələn, göz önündə olmaq da azdır. Məşhur olmaq yetərli deyil ki, köklü şəkildə, köklü, dərin kökləyə, dəyərlərə söykənib möhkəm bir ağac olmaq önəmlidir. Belə deyəndə bu saat TikTokda nə var? 1 saniyə məşhurlaşmağa. Nə var ki? Orada bir çətin bir şey yoxdur. Zamanca tanınmaq çox çətin bir proses idi. İndi su içimdən də asan bir şeydir. Bax bu şilçokdan, yəni bu səsdən də asandır. Amma tamam o bir göstəricidirmi Çingiz? Sən hər məşhurun dalıyca qaçırsanmı? Yox. Zaten qısa müddətdə məşhur olanlar da qısa müddətdə yaddan çıxır. Önəmli olan 25 ildə mövqe tutmaqdır. Pozisiya tutmaqdır. Musiqidə, səhnədə, olduğun yerdə, olduğun sferada pozisiya tut, mövqe sahibi ol. Mövqe sahibi. O necə deyim? O da bu mənim seçimimdir. Mən belə olmağı, mən bundan məmnunam, mutluyam. Mənə rahatdır belə. Mən yaxşıyam. Mən rahat günümü rahat bitirə bilirəm. O dediyim o vicdan məsələsi. Sadiq və uğursuz kişi yoxsa xəyanətkar ancaq uğurlu bir kişi ilə ailə həyatı qurmaq daha məqsəd uyğundur? Sən elə böldün ki, heç Mən biri seçilə bilmir. Əlimdə bir variant var. Seçilə bilmir axı xəyanəti nədir? Yox, indi o yenə deyirəm, ha orada mən başqa ümumiyyətlə cümlə olub. Yəni hansı daha yaxşı ər ola bilər? Bilirsən, yenə deyirəm ki, hər şeyə biz ad qoyuruq. Xəyanət bu çox ciddi məsələdir. Dostlar, bunu elə belə baxmaq olmaz. Amma bir belə deyək də bir balaca bir hadisəyə, bir kiməsə SMS yazmaq bu xəyanətdirsə, bunu gəlin araşdıraq da. Bu xəyanət deyir axı. Bu yəni ki, hə ola bilər xəyanətin təməllərindən biri ola bilər ki, bu nəyinsə başlanğıcıdır. Təməl qoyma mərasimidir də bu. Hardansa başlayır. Orada o adamı geri çəkmə şansı var. Xəyanət getdi, artıq hər şey yəni məsələ orada həll olunub. Artıq da bilmir, o insanın seçiminə qalıb, onu bağışlayarım. Xəyanət çox ciddi, ağır söhbətdir. Və ona görə uğurlu kişi xəyanətkar yox. Mən bunu belə müsbət baxa bilmərəm. Bir də ki, uğursuz kişi sadiq uğursuz buna da müsbət baxa bilmirəm. Heç birini də seçmirəm. 50-50-yə götürə bilmirəm. Yox. Aydındır. Orada da ciddi problem var, burada da ciddi problem var. Mən tək qalmağı tərcih eləyəcəm orada. Tək qalmaq demişkən, bəs birdən fərz eləyək ki, bir mənzərə götürək də. Həyat yoldaşınız deyir ki, məsəl üçün, Tünzalə xanım artıq aydın məsələdir ki, məşhur bir müğənnidir, karyerası var, ortada 20-30 illik bir təcrübə filan. Həyat yoldaşı deyir ki, yox da bundan sonra evdə oturacaqsan. Mən uğurlu bir kişiyəm, ailəmi təmin edirəm, uşaqlarıma baxıram, nəbi nəticələrimizi böyüdürəm. Amma yəni mən istəmirəm ki, həyat yoldaşım fəaliyyət göstərsin. Yəni karyera ailə dilemması. Sən elə bir həyat tərzi təsvir etdin ki, mən heç özüm ona razılaşmaram. Gəlməmişəm o nöqtəyə. Əgər bir ailənin içinə girirsənsə, yəqin ki, orada bir çox ortaq nöqtələr olur. Qaydalar dəyişməlidir, bəli. Mənim tərəfimdən də fədakarlıq olmalıdır, qarşıdakı insan tərəfindən. Bu baş verməyibsə, indi bu saat yalandan deyim, yox, heç kim mənə yox, elə deyir. Ailənin başçısı ideal bir namizəd olsa, hə. Elə deyir. Nə qədər güclü qadın olsa da ailənin başçısı kişidir. Bu yəni danılmaz bir reallıqdır. Allah kişini birinci yaradıb. Elə şey olar. Qadın kişini aşmamalıdır. Qadın nə qədər belə güclü, nə bilim, birincilərin birincisi var, elə deyir.
Elədir, onun başının üstündə yanında güclü bir, amma güclü, çox xahiş eləyirəm də, əziz güclü qadınlar. Yəni orada iki insanın bir-birinə tamamlaması vacibdir. Mən bütün qızlara sərbəst, əlləri çörək qazanan, əlləri çörəyə çatan, sənətkar, peşəkar, bütün qızlarımıza savadlı, o necə ki təməlində, bu işin təməlində Tağıyev durub. İlk qızlar üçün Allah rəhmət eləsin, bütün böyüklərimizə, Azərbaycan üçün qəlbi yanan, canı yanan, elmini, zamanını, ömrünü bu xalq üçün fəda edən, bütün buradan köçən, bu dünyada artıq olmayan, tarixdə yaşamış və əbədi xatirələri bax bu qəlbdə, bu qan yaddaşımızda yaşayan bütün Azərbaycanlılara Allah rəhmət eləsin. Və biz onların o işıqlı mənəviyyatına borcluyuq. Qızlar təhsilli olmalıdır, qızlar mövqe sahibi olmalıdır. Çünki qadın savadlı olanda cəmiyyət savadlıdır ki, necə ki həmin böyük Tağıyev deyib. İndi gəlirik bir məsələyə, amma qadının bir limiti var. Qadın bir yerə qədər güclü ola bilir. Ondan o tərəfə o kişi ola bilməz, olmaz. Görün dünyada nə dəhşətlər baş verir. Hər şeyin yerini səhv salmağa çalışırlar. Balansı vurmaq lazım. Yox, bəli. Ailə ona görə gözəl. Ailə ona görə gözəl olmur ki, qadın yumruğunu vurur stolun üstünə, deyir mən deyən o. Elə ailə yoxdur. Elə ailə nə bilim, nə bilim İngiltərə, nə bilim kraliçası monarxiyanın başına məcburiyyətdən, vəziyyətdən bəli Elizabet getdi. Evet. Bəlkə də oğul olsaydı o gedərdi. Amma o başqa talihdir, o başqa missiyadır. Amma qadının bir gözəlliyi var da, qadın hara kimi gözəl olur? Güclü, savadlı, iradəli, sözünü deyə bilən, həyata keçirən, işləri həyata keçirə bilən, iradə və onu da evdə elə qəbul eləyirlər. Deyir, mən qabiyən deyiləm, məşhur reklamlar. Çox xoşuma gəlir. Mən qabiyən deyiləm, mən qadınam. Bəli, qadın kimi mutlu olsun, xoşbəxt olsun. Amma qadın başının üstündə, unutmasın ki, başının üstündə kişi var. Və sonda layihəmizin adına uyğun mən bu sualı mütləq verməliyəm, amma bir cümlə ilə desəz kifayət eləyər. Tünzəl Ağayeva ikinci mənlik olaraq hansı sahənin nümayəndəsi olmaq istəyərdi? Hansı ixtisasda? Hansı? Yəni sadəcə müğənni falan yox. Hərbiçi. Bəli. Hərbiçi. O zaman bu gözəl notlarla proqramımızı yekunlaşdıra bilərik. Bəli, Real FM dinləyiciləri, mənim qonağım Azərbaycanın... Sən də öz işinin hərbiçisinə və daşıdığın adın o müqəddəs, o missiya, Allah Çingizə qəni-qəni rəhmət eləsin. Amin. Allah sizin valideynlərimizə, atavıza can sağlığı, uzun ömür versin. Yəni biz Azərbaycanın ən həssas, ən yaralı vaxtının Azərbaycanlılarını unutmayacağıq. O bizim, belə deyək, elə bir etapımızdır. Biz ona müqəddəs etap desək bəlkə də yanılmarıq. Azərbaycan fədakarları ilə güclü olub. Canını verən, elmini verən, zamanını verən Azərbaycanlıları ilə güclüdür bugün və bu da davam eləyib. Bunun son dönəminin şəhidləri, zəfərimizə bizi qazandıran şəhidlər bir də bəli, sübut oldu ki, hər bir Azərbaycanlı buna hazırdır və Ali Başkomandan paraddan dəfələrlə bunu dedi və məncə bu sadəcə paraddan parada deyil. Bayram gündən günə deyil. Bu parad biraz fərqli oldu. Çox fərqli oldu. Mən işimin əskəriyəm. Hərbiçi olmasam da işimin, Azərbaycan musiqisinin keşikçisi deyə bilmirəm, onu zaman deyəcək. Ən azı öz mahnı çərçivəmdə, öz musiqi dünyamın çərçivəsində mən onun keşiyini çəkirəm. Çünki mən notuna, kurallara, muğamlara, ritmlərə, Aşıq elinin qızıyam mən. Aşıq musiqisindən tutmuş bu müasir musiqiyə qədər mən Azərbaycan musiqisinə sadiq bir insanam və əsgərlər də sadiq olur. Əsgərlər bir sadiqliyə, əmrə tabedirlər. Mən də Azərbaycan musiqisinin əsgəri deyirəm özümə. Minnətdaram Tünzələ xanım. Həqiqətən çox dərin mövzular var ki, biz onları hətta saatlarla da danışsaq yekunlaşdıra bilməyəcəyik. Bəli. Yəqin ki, bunu biz növbəti neçə dənə seriallara müzakirələrimizdə saxlaya bilərik. Niyə də yox? Çox şad oldum. Heç bir etirazım olmaz, həqiqətən. Çox şad oldum. Qoy sizin kimi düşüncələr, mövqeylər, sağlam ruhlu, sağlam düşüncəli bizim Azərbaycanlı evladlarımız bax bu mikrofonun haqqını siz verəcəksiniz. Qoy mediamızda sizin kimi daimi belə peşəkarlar çox olsun.
olsun. Bəli. Bizim qonağımız Azərbaycanın xalq artisti və ürəyi dolu Tünzalə xanım Ağayeva idi ki, biz hələ də yekunlaşdıra bilmirik. Amma bəli, YouTube kanalımızda da izləyə biləcəksiniz. Layihəni YouTube kanalımızda da izləyə biləcəksiniz. Digər sosial media platformalarımızda da izləyə biləcəksiniz. O cümlədən də kanalımızın Real FM daha doğrusu dalğasında, yəni 107 FM-də də dinləyə biləcəksiniz. İnşallah. Özünüzdən müğayət olun. Hələlik. Görüşənədək.